beyinə fərqi olurmu doktor? Görüntü olaraq. Yəni beyindən beyinə... Daha böyük beyin, daha kiçik beyin. Yoxsa yəni, bütün beyinlər standart? Bütün beyinlərin, belə deyim də, görüntüsü eynidir. Ancaq bir patoloji beyin ola bilər, bir yaşlı insanın beyni daha atrofik ola bilər, bir törəməsi olan bir xəstənin beyni daha fərqli ola bilər, travma almış xəstənin beyni daha fərqli ola bilər, daha əvvəl əməliyyat keçirtmiş bir xəstənin beyni daha fərqli ola bilər və s. Amma normalda ümumi beyin görüntüsü hər bir insanda demək olar ki, eynidir. Bəs qadın-kişi fərqi olur? Xeyr, qətiyyən. Yəni, biz xəstənin örtülmüş olur, tutaq ki, beyni artıq açılmış olur. Xəstənin kimliyini, cinsiyyətini, yaşını bilməsən, o kimə aid olduğunu belə deyək də bilə bilməzsən. Ağılsız insanlara deyirlər beyinsiz adam. Bu beynin ağılla bir əlaqəsi varmı? Əlbəttə ki, bizim hər şeyimizi təmin edən bir mərkəz beyindir. Bəzən belə deyək də, beyin çox ağıllı bir insan bir travma keçirdikdən sonra tamamilə o xüsusi imkanlarını itirə bilər. Tutaq ki, davranışları dəyişə bilər, düşüncələri dəyişə bilər, riyazi qabiliyyəti dəyişə bilər, tutaq ki, xüsusi əl qabiliyyəti varsa, o da dəyişə bilər və s. Çox ağıllı adamın beyni fərqli mi olur? Ki, bu, xeyr, demək olur ki, bu çox ağıllı adamın beyni. Amma müəyyən, belə deyək də, MRT görüntülərində adətən ağıllı insanların, ümumiyyətlə dünyada belə bir şey var ki, beyin həcmi böyük olur. Beyin həcmi böyük olur və müəyyən mərkəzlər var ki, onların həcmində daha tutaq ki, daha inkişaf etmiş olur, belə deyək. Doktor, yaxın günlərdə sosial mediada belə bir xəbər paylaşılmışdı ki, hansısa bir xarici ölkədə bir şəxs, orta yaşlı bir şəxs beyin əməliyyatından sonra başlayıb başqa dildə danışmağa ayılandan sonra. Bu real mümkündür. Bu nağıldır təbii ki, o şou xarakterli bir şeydir. Mümkün deyil ki, adam dilini dəyişsin, başqa dildə danışmağa başlasın. Sadəcə ağıllı insanın beyni daha böyük ola bilər. Doktor, bir kardiocərrahla söhbət elədik, dedi, insanı ilk ürək yox, beyin tərk edir. Məncə, hamısı bir vəhdət-anda tərk edir. Axı, beyin ölümündən sonra hələ də xəstə yaşayır, ürək ölümünə qədər. Məncə, mən düşünürəm ki, nəticədə bioloji ölüm olması üçün, ürəyin də durması lazımdır. Yəni, ölüm deməyimiz üçün bunların hamısının fəaliyyətinin tamamlanması lazımdır. Axı, beyin ölümündən sonra cəsəd deyirlər xəstəyə. Razılaşmırsınız? Yəni, beyin ölümü hələ ölüm demək deyil. Artıq ürək də durduqdan sonra ölüm, belə deyək də, qeydə alınır. Beyin ölümü sadəcə ölüm demək deyil. Bəli, bu artıq bir çox hallarda geri dönüşümü olmayan bir hadisədir, amma tam ölüm, bioloji ölüm demək üçün ürəyinin də artıq tamamilə fəaliyyətinin durması lazımdır. Çünki orqan nəqli ilə məşğul olan cərrahlar deyirlər ki, artıq beyin ölümü gerçəkləşibsə, ona cəsəd demək olar. Xeyr, mən elə düşünmürəm. Bir də doktor, bir həkim pasiyentlə nə qədər səmimi ola bilər və hara qədər səmimi ola bilər? Yəni, dost-tanış səviyyəsinə qədər enə bilərlərmi? Qətiyyən, mən düşünmürəm elə bir şey. Ümumiyyətlə, artıq müasir dünyada dost-tanış səviyyəsi belə bizim, tutaq ki, atalarımızdan, babalarımızdan eşitdiyimiz qədər deyil. Hər şey çox məhdudlaşıb artıq. Amma xəstə ilə konkret bir, belə deyək də, ona məlumat verəcəyin səviyyədə bir cümlələr qurmalısan, fikrini ifadə etməlisən, yəni bununla da bitməlidir. Yoxsa bir həkim pasiyentlə necə dost ola bilər? Bəli, dost ola bilər, necə? Dost kimi yanaşarsan ona, amma bu hədsiz bir səviyyəyə gəlməməlidir. Yəni, həkim müəyyən bir yerdə durmalıdır. Təkcə pasiyent deyil, ümumiyyətlə, insanlar cəmiyyətdə bir-birindən müəyyən bir sərhədlər var ki, onları mütləq şəkildə qorumalıdır. Xüsusən də bir həkim-pasiyent arasında da bu sərhəd itməməlidir. Yaxşı, əgər həkim bu qədər öz səviyyəsinə, duracağı yerə diqqət edirsə, niyə bir çox həkimlər sosial mediada bu qədər bəsitləşirlər? Yəni, biz az qala onların yedikləri yeməkləri belə görürük, taxdıqları saatı. Amma o xəstə ilə olan bir səmimiyyət deyil ki, o sadəcə... O da tam izləyicilərlə olan səmimiyyətdir sosial mediada. O sadəcə özü üçün paylaşır, o demək deyil ki, o pasiyentlə çox səmimidir. Həmən o insanın, o deyək də ki, həddindən artıq sosial aktiv olan bir insan, sosial platformada olan insan, siz gedib iş yerində araşdırsanız, onlar nə qədər xəstə ilə dostdular, nə qədər onlara belə deyim, uzun-uzun vaxt ayırırlar. Lazım olduğu qədər ayırırlar. Biz çoxları bəlkə də gedib şahidi ola bilərsiniz.
Mən onun bu cür qiymətləndirilməsini çox da düzgün hesab eləmirəm. Nəyə görə bu sual verdim, doktor? Yəni əgər həkim pasiyenti ilə müəyyən o çərçivələrə diqqət etməlidir, həkim kimi öz yerində qalmalıdır, deyilmi? Amma həmin həkim deyək ki, sosial mediada onun məsələn 200 min izləyicisi var. O izləyicilərin içərisində onun həm xəstələri var, həm potensial xəstələri var, deyilmi? Yəni o qədər bir həkimin həddən artıq özünü belə deyək də ictimaiyyətə təqdim etməsini siz necə qarşılayırsınız? Siz belə bir həkim deyilsiniz, bu 100%. Amma bilirsiniz, o onun şəxsi işidir. Mən burada səhv bir şey görmürəm açığı. Və o həkim tərəfindən baxanda da doğru olan tərəfi nədir ki, insanları bəzən həkimin gördüyü işi yox, onu biraz da şəxsi həyatı daha çox maraqlandırır. Gündəlik həyatı daha çox maraqlandırır. Biraz da belə deyək də, cəmiyyət olaraq şouya meyilli bir cəmiyyətik. Bir baxın, hansı ki bir elmi kontekstdə bir veriliş olsa nə qədər baxıcısı olacaq. Halbuki bir belə deyək də, musiqili bir verilişə insanlar daha çox baxırlar, nəinki bir elmi kontekstdə olan bir mövzulara. Siz amma özünüz o cür təqdim etmirsiniz. Yəni mən açıq sizin o qədər şəxsi həyatınıza paylaşım demək olar ki, görməmişəm, rastım açıqmı? Amma demək ki, paylaşanları da qınamırsınız. Qətiyyən qınamıram. Normal baxırsınız. Qətiyyən qınamıram, əlbəttə ki. Doktor, bəs bəlkə də dost tanışlarınızın içərisində də elə həkimlər var. Doktor, xətirlərinə dəymək istəmirsiniz, ola bilsin. Xeyr, qətiyyən niyə ki? Burada ayıb bir şey yoxdur ki. Yəni həkim bunu deyə bilər. Normaldır. Bu təkcə həkimə deyil ki, bunu adi bir belə deyək də bir hansı makler belə bunu eləyir. Tutaq ki, avtomobilin bir motorunu düzəldən bir tutaq ki, bir vətəndaş da bunu eləyirsə, həkimin də gündəlik həyatıdır. Həkim niyə etməsin ki? Həkim də niyə etməsin ki? O da bir insandır. Burada ayıb bir şey yoxdur ki. Sərhədləri pozmur ki, bir bayağı bir şey etmir ki. Yəni normal bir şeydir məncə. Son sualında söhbətimizi yekunlaşdırmaq istəyirəm, doktor. Bütün halda beyinmi, ürəkmi? Hər ikisi. Hər ikisi. Bəs seçim qarşısında qalsaz? Hər ikisi. Onlar heç biri bilirsiniz, bunlar bir-birindən ayrı bir şey deyil axı. Ayrıdırlar axı, doktor. Xeyr. Bir orqanizmin üzvləridir. Yəni bunu ayırmaq olmaz. Qətiyyən ayırmaq olmaz. Hər ikisi. Yaxşı, beyin bir söz, ürək başqa söz deyirsən. Belə bir sual verirsiniz. Atam, anamı? Yəni siz onu necə ayıra bilərsiniz? Bu da ona bənzər bir şeydir mənə görə. Axı, ola bilər ki, beyinlə ağıl üst-üstə düşməsin qərarları, beyin bir söz desin, ağıl başqa söz desin. Bəs bu halda nəyə üstünlük verərsiniz? Yəni, hansını daha çox dinləyərsiniz? İntuisiyalar. Duyğular. Bəzən duyğularla belə deyim, hərəkət etmək lazım olur. Bəs deyirlər ki, mütləq ağıllı qərar üçün mütləq beyni dinləmək lazımdır. Hər ikisi. Hər ikisi. Onun bir ayrımı yoxdur mənə görə. Təşəkkür edirəm, doktor. Çox sağ olun. Sağ olun, çox sağ olun. Əziz izləyicilər və hər zaman olduğu kimi geyimə görə isə Voma Butikə təşəkkür edirəm. Havalar isinir. Qarderobunuzu bir-birindən gözəl geyimlərlə bəzəmək istəyirsinizsə yolunuzu Voma Butikdən sala bilərsiniz. Bugünlük bu qədər.